Quranda qızların ərə getmə yaşı var. Neçə yaşda o? Rüşd yaşıdır. Neçə? Rüşd. Rüşd nə demək? Rüşd nə deməkdir? O deməkdir ki, bir qız ya da bir oğlan ona verilən sərvəti, malı xərcləyib ailəsini idarə edə bilərsə, o rüşd yaşına çatır. Diqqət elə, sonra fikir verin. Deyə bilər ki, müəllim, niyə konkret yaş göstərməyib? Bu Nisa surəsindədir. Niyə konkret yaş qoymayıb? Çünki hər insanın rüşd yaşı fərqlidir. Sevinç xanım 18 yaşında ailəsini idarə etmək yetənəyinə sahib ola bilər. Zəki bir xanımdır. Pulunu da xərcləyər, ailəsində çəkər, çevirər, dolandırar. Elə adam var 80 yaş var, rüşd yaşına çatmır. Ki bunu necə müəyyənləyəcək? Bax, Quran ayəni söyləyirəm sizə. Nisa surəsi. Hər kəs oxusun evində. Deyirlər Quranda evlilik yaşı yoxdur. Var, rüşd yaşı. Allah buyurur ki, diqqət edin Sevinç xanım. Hər şeyi göstərib bu Quran. Deyir onları sınayın. Necə sınayın? Yəni biz qızımızı sınayacağıq, görək ki, bu evi idarə edə bilərmi? Qız sizin də evdə bilirsiniz ki, mənim bu qızım sabah ərə getsə, bu evi idarə edə bilərmi? Bu doğa bilərmi? Bu uşaq saxlaya bilərmi? Ailəsinin ərinin sərvətini çəkib, çevirib, ailəsini dolandırarmı? Bunu sınamaq çətin bir şeydir. 9 yaşında, 10 yaşında, 12 yaşında, 13 yaşında, 14 yaşında qızın bunları eləmə imkanı yoxdur axı. Bax, Allah deyir ki, rüşd yaşında ərə getsinlər. Rüşd yaşına çatdığında sınayın. Rüşd yaşına çatıb yoxsa yox? Biz bunu bilmirik, götürüb qızları 13 yaşında ərə veririk. Üstəlik bunu Allahın əmri kimi insanlara deyirik. Deyir, Allah deyib ki, Peyğəmbər görmürsən, utanmadan, qızarmadan deyir ki, Peyğəmbər Ayşəni 9 yaşında evlənir. Allahın Rəsulu, Allahın qoyduğu qanuna zidd hərəkət etməzdik.